Bakıda fəaliyyət göstərən internat məktəblərində ciddi nöqsanlar aşkarlanıb. Bu barədə Ombudsman aparatının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv qrupunun üzvləri tərəfindən Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Emin Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinə və Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə planlı baş çəkmələr həyata keçirilib. Bildirilib ki, baş çəkmələrin məqsədi bu müəssisələrdə saxlanma şəraitinin, rəftar məsələlərinin, uşaq hüquqlarının təmini vəziyyətinin yoxlanılması, eyni zamanda əvvəlki baş çəkmələr zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmasının monitorinqi olub. Baş çəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib. Habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar olunub. Aşkar edilmiş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla saxlanma şəraitinin və sənədləşdirmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq deyə Ombudsmanın mətbuat xidmətinin məlumatında qeyd olunub.